Səmimi dua salihliyin möhürüdür. O hikmətin özü, salih həyatın nəfəsidir. İbrahim imanla salih sayıldı. Lakin bu salihliyin möhürünü Sadom və Homora əhalisi üçün yalvaranda vurdu. O layiq olmadığı düşünülən insanlar üçün belə Rəbbə dua etdi. Süleyman Peyğəmbər deyir, salihin ağzı həyat qaynağıdır. Deməli dua həyat gətirir. Başqa bir yerdə yazılır ki, salihin ağzından hikmət çıxar. Deməli dua hikmətdir. Və yenə oxuyuruq. Salihin ağzı hikmətlə çiçəklənər. Deməli dua qəlbin çiçəkləndiyi, arzuların ümidə çevrildiyi anların özüdür. Salihin təməli əbədi həyatdır ayəsi göstərir ki, dua əbədi həyatın təməllərini qoyur. Həm dua edən üçün, həm də dua edilən üçün. Və yenə yazılır, salihin evi dağılmaz. Bəli, əbədi təməl üzərində qurulan ev əsla dağıla bilməz. Duanın mükafatı varmı? Bəli, salihin mükafatı həyatdır. Deməli, duanın mükafatı Rəbdə əbədi həyatdır. Bəs dua edənin qəlbində nə baş verir? Yazılır ki, salihin evində xəzinə yaşar. Ağıllı bənna evini qaya üzərində tikir. Bu ev onun qəlbidir. Deməli, dua edənin qəlbində bir xəzinə yaşayır. Bu xəzinə nədir? Yazılır ki, səmavi padşahlıq gizlədilən xəzinəyə bənzəyir. Bəli, xəzinən haradadırsa, ürəyin də oradadır. Bu xəzinə Allahın padşahlığıdır. Deməli, dua edən insanın ürəyində Allahın padşahlığı yaşayır. Dua ilə hər gün bu padşahlıq çiçəklənir, pöhrələnir, yenilənir.